Salam, bu videoda sizlərlə birlikdə 2022-ci ilin qəbul suallarından riyazi məsələlərin sırayla izahına başlayırıq. Birinci sualımız belə bir sualdır. Biz bu sualı rahat başa düşməyimiz üçün özümdən bir neçə dənə burada anlayış ad yazacağım. Ondan sonra bura tətbiq eləmiş olacağıq. Görürsünüz uşaqlar, nə tər şəraitdə sizə dərs verir. Deməli, ən birinci özümdən adlar qeyd edirəm. Məsələn olsun, Lalə, Səma, məsələn deyək Aygün. İndi deyirəm ki, bunlardan Lalə, Səma, Aygün hər biri tarda ifa eləsin. Tarda ifa eləyənlər. Bir dənə də özümdən atıram, məsələn skripkada ifa eləyənlər. Məsələn skripkada da olsun FC, sonra Yasəmən, bir dənə də yazıram Lalə. Yazdım. İndi nəticədə mən desəm ki, tarda 3 nəfər ifa eləyir. Skripkada da məsələn lap bir nəfər də artırım. D olsun Firuzə. Skripkada da deyirəm ki 4 nəfər ifa eləyir. Nəticədə 3 plus 4 7 nəfər var deyə bilərəmmi? Hazırki vəziyyətdə fikir verirsə deyə bilmərəm. Niyə? Çünki görürəm ki Lalənin adı burada da var, burada da var. Deməli mən nə etməliyəm? Mütləq Lalənin adı 2 dəfə gedib deyə buradan bir çıxmalıyam ki yekunda neçə nəfər olduğunu tapa bilim. Deməli bir də təkrarlayıram. Deyirəm ki tarda 3 nəfər ifa eləyir, skripkada 4 nəfər ifa eləyir. Sonra deyirəm ki yalnız bir nəfər və yaxud da elə sadəcə deyirəm bir nəfər alətlərdən hər ikisində ifa eləyir, amma qalanları sadəcə bir alətdə ifa eləyir. Belə olanda nə edirik? Deməli buradakı sayları toplayıb o deyir ha bir nəfər. Yəni neçə nəfər deyir ha ki 2 alətdə ifa eləyir. O sayı çıxsam, mənim indi qurduğum balaca məsələyə görə bir nəfər dedim də hər ikisində ifa eləyir. Həmin o sayı çıxsam, avtomatik nəyi almış oluram? Ümumi insan sayını almış oluram. İndi baxın burada 80 tarda ifa eləyən var. 65 kamançada, 40 da skripkada. Və deyir ki tələblərdən 30'u bu alətlərdən ikisində ifa eləyir. Yəni elə təsəvvür edin ki 2 dənə alətdə ifa eləyən 30 dənə lalə var. Belə deyim sizə. İndi mən nə etməliyəm? Necə ki bayaq lalənin sayını çıxmışdım biri. Buradan da mütləq 30'u çıxmalıyam ki lalələr 2 dəfə getməsin. Düzdür? Nəticədə 80-dən 65-in cəmi 145, üstünə də 40 çıxsın 30, yəni onu gələndə eləmiş olur 155. Yəni cavabı qısacası tapmış olduq. Bu sualı xoşbəxt elədik, qaçırıq keçirik digər suala. Fikriniz daha çox yayılmasın deyə ən yaxşısı mən özümün kameramı, gül çöhrəmi gizlədim, sonra davam eləmiş olaq. Deməli, ya da balacalaşdırım, balaca bir kənarlarda, buralarda qalaq. Ağlayan bəbənin ad gündür uşaqlar. Sizlərə qismət. Bir dənə özümü çəkə bilsəm o tərəf bu tərəfə yaxşı olacaq. Aha. Məncə burada yaxşıyam. Əla. Davam eləyə bilərik. İndi 50 ton filizin lazımsız qarışıqlardan ilkin təmizlənməsi nəticəsində alınan 30 ton məhsulun, bura qədər oxuyuram. Baxın, filiz 50 tondur. 50 ton. Lazımsız qarışıqlardan təmizləndi, düşdü 30 tona. Deməli lazımsız qarışıq nə qədər olub? 20 ton olub da. Baxın yazıram buradan. Lazımsız qarışıq. Yazdım burada 30. Daha doğrusu 20. Təmizlənib 30 qalıb deyə. Sonra deyir, həmin o 30 tonun da 5%-i lazımsız qarışıqlardan ibarətdir. Deməli 30 tonun da içərisində deməli lazımsız qarışıq var. 30'un da %5'ini tapıram. %5'ini tapmaq 20'də 1 də deyə bilərik və yaxud da belə də hesab edə bilərik. 30'u 5'ə vurduq. 150 böldük 100'ə 15 bölü 10 oldu 1.5. Deməli əlavə lazımsız qarışıq yenə çıxır ikinci emaldan sonra. 1.5 də ikinci səfər tapdığımız lazımsız qarışıq. İndi cəmsi bir yerdə nə qədər lazımsız qarışıq oldu? 21,5. İndi bizə nə deyir? Deyir filizin neçə faizi lazımsız qarışıqlardan ibarətdir. İndi gəlirəm. Bilirəm ki filiz 50 tonuydu. 50 100%dirsə deməli 21,5 x faizdir. X bərabərdir 21,5 vur 100 bölünsün 50. Bunlar ixtisar getdi. Qaldı burada 2. 21,5'i 2'ye vurdum. Oldu 42, 43. Doğru cavab nə oldu? A variantı. Yəni bu qədər sadə. Növbəti suala gəldik, çatdıq.
Arif və Bilalın yaşları cəmi 86-dır. Yazıram Arif, Bilal 86. Bilal'la Kərimin yaşları cəmi 73. Ariflə Kərimin yaşları cəmi neçə oldu? 15. Nedir? Arifin neçə yaşı var? Bunların hamısını tərəf-tərəfə toplayıram. Bunların hamısını toplayanda olur 2 dənə Arif, 2 dənə Bilal, 2 dənə Kərim. Bir yerdə cəmləri nə qədər oldu? 73 ilə 15'i toplayanda edir 88, üstünə də 86'ını gələndə eləmiş olur 174. Səhvləsəm deyin səhvdir. 2'yə bölürük hər tərəfi. Hər tərəfi 2'yə böləndə alınır Arif plus Bilal plus Kərim bərabər neçə? 87. Bizə nə lazımdır? Arifin yaşı lazımdır. Düzdür? Arifin yaşı lazımdırsa, baxın, bu sətirdən istifadə edərəm. Bilal'la Kərimin yaşları cəmi 73-dürsə, buraya 73 yazaram. Nəyin üzərinə 73 gələndə 87 eləyir 14'ün. Düzdür? Arifə qalar 14. Qutardı. Doğru cavab nə oldu? A variantı. Bu sualda xoşbəxt elədik. Gəldik növbəti suala. Burada gördüyümüz suala. İndi qələbənin 3 xalla bərabərliyin isə hər bir komanda üçün 1 xalla qiymətləndirildiyi futbol üzrə çempionatın qalibi keçirdiyi 34 oyundan sonra 74 xal toplayıb. Toplayan A komandası olub. A komandasının bərabərliklə nəticələnən oyunlarının sayı, məğlubiyyətlə nəticələnən oyunların sayının 2 dəfə çox olduğunu bilərək onun neçə oyunda qələbə qazandığını tapmalıyıq. Yazıram yenə bir kənardan. Deməli, bilirik ki, komanda qələbə qazana bilər. Heç-heçə bərabərlik ola bilər. Bir də məğlub yazım bura. Məğlubiyyət uğraya bilər. Məğlub. İndi bərabərlik 1 xallandır. Yuxarısına yazım. Məğlubiyyət 0 xaldır. Qələbədə 3 xaldır. Yəni bildiyiniz futbol. Bura qədər ayırdıq. 34 oyundan sonra deyir 74 xal toplayıb. A komandasının bərabərliklə nəticələnən oyunların sayı məğlubiyyətlə nəticələnən oyunların sayından 2 dəfə çoxdur deyir. İndi bilirəm ki, məğlubiyyət, saniyə bir də oxuyum. A komandasının bərabərliklə nəticələnən nə ilə? Məğlubiyyət nəticələnən oyunların sayının 2 dəfə çox. Bəli, indi məğlub olduğu deyək ki, oyun saylarını x ilə işarələsək, bərabərliklə nəticələnənlər 2 dəfə çoxdur deyirsə, olmuş olur 2x. Burayla bağlı deyək məlumatımız yoxdur. Düzdür? Ümumi oyun sayı nə qədərdir? 34 oyun. Mən bilirəm ki, 34 oyundan x-i, bir də 2x-i çıxsam, yerdə qalan nə olacaq? Qələbə qazandıq oyunlar. Ona görə yazıram. Qələbənin sayında 34 çıxılsın. 2x ilə x-in cəmi 3x şəklində. İndi nə lazımdır bizə? Deyir, belə olduğunu bilərək neçə oyunda qələbə qazandığını tapın. İndi məlum məsələ, biz bilirik ki, bura bizə xal vermir. Düzdür? Xal necə formalaşır? Bilirəm ki, bu qədər oyunda qələbə qazanıb. Neçə dənə oyundursa, hər biri 3'ə vurulub. Bu qələbə qazandığı oyunlardan qazandığı xal olub. Plus, düzdür? 2 dənə x qədər bərabərlik sayımız var oyunlardan. Bunda hər birini bir xaldan hesablasaq 1'ə vursaq. Özü qalacaq da elə 1'ə vurmanı lazım olsa silə də bilərik. Və yekunda bu qədər cəmi xalı şərtə görə onsuz da verilib ki, neçə olub? 74 xal. Qısacası bu qədər qələbəmiz var, bu qədər bərabərliyimiz var. Xalımız da verib ki, 74 xal toplayıb. Sadəcə bunu həll edib rahatlıqla tapa bilirik. Sürətlini də hesablayıram. 102 buradan çıxılsın 9x plus 2x bərabərdir 74. Bura mənfi 7x eləyəcək. Atacam sağ tərəfə, olsun müsbət 7x. 74'ü atıram bu tərəfə, eləmiş olur 28. İndi 7x 28-dirsə, x də bərabərdir 4'ə. Tapdıq ki, x 4'dürsə, bu nədir? Məğlubiyyət saydı bunun 4. 2 dəfə 4, 8 bərabərlik saydı. 4'ü buraya yazanda 3 dəfə 4, 12, 20, 34'dən 12 çıxanda 22 də qələbə saydı. Neçə oyunda qələbə qazandığı bizə lazım idi? Tapdıq ki, 22 oyunda olmalıydı. Bu sualda xoşbəxt elədik, gəldik, çatdıq növbəti suala. İndi bu sualda biraz daha diqqətli olmalısınız, çünki birazca qarışıq gələ bilər. Ən birinci buradan qururam, elə ya da buradan qurum, yerimiz var. 50 metrlik məftil 10 metrlik dirəyin ucundan, baxın bu olsun bizim 10 metrlik dirəyimiz. 10 metr.
Deyir ki, dirəyin ucundan küçənin o biri tərəfində yerləşən binanın nəyinə? Damına çəkilib. Binanın damına çəkilibsə, düzdür, bina daha hündür olardı. Düzdür, bu formada yazıram. Bu binamızdır, bu məftildir. İndi küçənin eni 14 metrdirsə, baxın buradan bura qədər məsafə, yəni və yaxud da buradan bura qədər məsafə. Hamısı nədir? 14-də, düzdür. Yazaq bura 14 metr. 14 metr. Məftil də hardan çəkilib? Düz bu hissədən bu hissəyə. Götürdüm məftilimdə çəkdim. Belə. Neçə metrdir məftil? 50 metrdir. Bunda yazdım. Nedir? Əgər küçə 16 metr daha enli olsa, oralara elə keçmirik. Baxın, bura qədər vəziyyəti başa düşməyə çalışaq. Yəni təkrar edirəm. 10 metrlik dirəyimiz idi. Binamızın uzunluğu nə qədərdir bilmirik, hündürlüyü nə qədərdir bilmirik. Əsas odur küçənin enini. Yəni bu ikisi arasındakı məsafəni bilirik ki 14 metrdir. Bir də məftilimizi bilirik ki 50 metrdir. Bunları qeyd elədik. Bunu qeyd eləyən kimi mən anında fikirləşirəm ki binanın hündürlüyünü tapa bilərəm. Binanın hündürlüyünü necə tapıram? Burada belə bir düzbucaqlı üçbucaq alınır. Düzbucaqlı üçbucağa əsasən bilirəm ki hipotenuzun kvadratından, yəni 50-nin kvadratından çıxsam, bu katetin uzunluğu var deyə 14-ün kvadratını verər bizə bu hissənin kvadratını. Düzdür? Ona görə yazıram bərabərdir. Bura hələ ki x yazım. X-in kvadratı. İndi bunu daha sadə hesablayaq deyə yazıram 50 çıx 14 vur 50 plus 14. Bərabərdir x kvadratına. Bura 36 olur. Burada 64 olur. Bərabərdir x kvadratına. Yazsam x bərabərdir kök altında 36 vur 64. Bilirəm ki 36-dan 6 çıxacaq, 64-dən də 8. Yəni 6 dəfə 8 olacaq 48. Yəni tapdım ki bu hissə var ha, bu balaca hissə. Ora nədir? 48-dir. Götürürəm. Oraya yazıram 48. Bəs bu hissə bura nədir? 10-a bərabərdir deyə o hissəyə də yazacağım 10. Yəni binanın hündürlüyü neçə oldu? Oldu 58. Birinci aldığımız nəticələr bunlardır. Buraları silirəm daha rahat yerimiz olsun deyə. İndi davamını oxuyacağıq. Görək davamında bizdən nələr istəyir. İndi davamında deyir, əgər küçə 16 metr daha enli olsa, küçə 16 metr daha enli olsa, onda baxın buradan gedir də söhbət. Eyni şeyi çəkirəm sanki. 14 idi. 16 metr daha enli olsa bura olur 30. Düzdür? Binanın hündürlüyü onsuz da dəyişmir. Bina deyək ki buradadır. Düzdür? Nə lazımdır? Deyir, elə olanda dirəyin hündürlüyü neçə metr artmalıdır? Bunu tap. Məftilin də uzunluğu eynidir. Baxın, buradan belə çəkirəm. Baxın, yazıram ki məftilin də uzunluğu eynidir. 50-dir. İndi belə olanda bizə müəmmalı olan nədir? Bura 58-də, düzdür? Müəmmalı olan bu dirəyin uzunluğudur. Bunu tapmaqdır. İndi mən niyə baxın bura 48 və 10 yazmıram? Çünki artıq bizim küçənin eni artıbsa, onda bu məftilin meyilliyi də dəyişir istənilən halda. Mən hər nə qədər burada çəkilişdə, yəni bundan birə-bir meyillikdə görsənsə də, amma reallıqda bilirik ki dəyişir, düzdür? Ona görə meyillik də, buradakı da dəyişdiyinə görə bayaqları həmin o küçənin enində qırıq-qırıq çəkdiyimiz bu xətt 48 və 10 deyə iki hissəyə parçalayırdısa, indi artıq məlum məsələ cəmi yenə 58 olacaq binanın, amma burada 2 tamam başqa bir hissə olmuş olacaq. Yəni cəmi 58 olan nə bilim alınacaq bəlkə də 40-dan 18, düzdür? Görsə əzbərləyib gəlmişəm, indi bir qədər sonra görəcəksiniz. İndi burada yenə düzbucaqlı üçbucaq alınır. Bilirəm ki yenə 50-nin kvadratından mən çıxsam 30-un kvadratını bərabər olacaq bu hissənin x-in kvadratına. Buna bilirəm ki artıq kifayət 5-in kvadratı 25, 3-ün kvadratı 9-dur. Çıxanda 16 eləyir. Düz, daha doğrusu 9 16 eləyir, düzdür? Yanındakı bu sıfırları da nəzərə alsam 1600 eləyəcək. 1600 nəyin kvadratda 16-dan bilirik. 40-ın kvadratıdır. X-i 40 tapacağıq. Yəni tapdıq ki bura 40-dır. Yəni bu hissə. Binanın uzunluğu nə qədər idi? Hündürlüyü 58 idi. 40-ı buradadırsa, deməli
58-dən 40 çıxanda 18 də buradadır. Onda 18 buradırsa, burada neçədir? 18-dir. Düzdür? Dirəyin hündürlüyü nə qədər oldu? 18 oldu. İndi 18-i görüb sevinib yazmırıq. Nə deyir? Deyir dirəyin hündürlüyü neçə metr artmalıdır bu vəziyyətin yaranması üçün. Əvvəl 10 idi, indi 18 oldu. Neçə metr artmalıdır? 8 metr artmalıdır. Doğru cavabı tapmış olduq. Demək olar ən çətin riyazi məsələlərdən biri idi bu. İndiyə qədər qəbullarda olan. Bunu da belə xoşbəxt elədik. Nə qədər sürətli olsa da düşünürəm ki, vaxtımız da azdır. Bir dənə belə diqqətli izləsəz tamı-tamına oturuşmuş olacaq. Gəldik, keçdik növbəti suala. Fikir verirsə kombinatorika ilə falan sual düşəndə nə qədər sadə olur. Kombinizon aranjman hər şey hesablamışıq. Hətta mən dərslərdə demişəm ki, yəni bu formada sual dəfələrlə imtahanda olub, yox yerdən 2-3 dəfə olub. İndi gəlin hesablayaq. 7 nəfərdən müxtəlif tərkibdə neçə cür 4 nəfərlik qrup deyirsə, onda yazırıq kombinizon 7-dən 4. Görsə 4 nəfəri fərqləndirməyib ki, desəydi, məsələn 4 nəfər, biri rəssam, biri müəllim, biri menecer, biri fərqli olsaydı, o halda aranjman 7-dən 4 yazardıq. Hazırda ehtiyac yoxdur. Qalır bunu hesablamaq. Sadə hesablama qaydasından danışmışdıq. Bir də üzərində qalmayacağım. Kanalda da kombinatorika ehtimal məsələlərinə baxa bilərsiniz. Ayağındakı 7-ni götürürəm. 7 vur, 6 vur, 5 vur, 4. 4 dənə oldu, saxladım. Bölürəm 4 faktoriyala. Yəni 7, 6, 5, 4'ü bölürük. 1, 2, 3, 4'e. 4'ler getdi, 2 vur 3, 6'dır. Bu da getdi. Nə qaldı? 35. Doğru cavabı tapdıq. Y variantı olaraq olacaq. Burada Y variantı düşmədiyinə görə əsas odur. Həll qaydasını bilirik. Olur, bitir. Bu sualın da cavabını tapdığımıza görə keçə bilərik növbəti suala. Hər ehtimal baxıram. Birdən də səhvlik olar. Yoxdur. Hər şey qaydasındadır. Keçdik növbəti suala. 12 hədəfin hamısını vurmaq 90 xalla qiymətləndirilir. Tez ağlıma gəldi odur ki, deməli bir hədəfi vurmaq onda 90 xal, yəni 90 böl 12 xalla qiymətləndirilir. Rahat bölünmür deyə bir də bölmürəm. Elə belə saxlaya bilərik. Hər bir hədəfə yalnız bir dəfə atəş açmaq olar. Getdi. Hər bir uğursuz cəhdə görə bir uğurlu cəhdin nəticəsində qazanılan xalların 3də biri çıxılır. Bir uğurlu bizə nəyi verirdi? 90 böl 12 xal verirdi. Düzdür? Uğursuz cəhdə görə nə olacaq? Artıq bunun 3də biri, yəni 90-dan 3 xısar getsə 30 bölünsün 12 xal nə olacaq? Çıxılacaq. Yazıram bura çıx. Gözümün önündə olsun. İndi bilirəm ki 12 cəhdin 5 uğurludursa, 5 uğurludursa hər bir dənəsinə görə 90 böl 12 xal verilir, düzdür? Onda yerdə qalan 7'si deməli uğursuzdur, uğursuz. Həmin o 7 uğursuza görə də çıxılan xal nə qədər idi? Bir dənəsinə görə 30 böl 12 idi deyə 7 dənəsi 7 vur 30 böl 12 oldu. Çıxılır və nəticədə xalımız formalaşır, düzdür? İndi hesablayaq görək xalımız nə qədər olacaq? 5'i 90'a vururam, 450 böl 12. 7'ni 30'a vuranda 210. Ortaq məxrəc elə 12'dir. 450'dən 210'u çıxdım. Oldu 240. 12'yə böləndə neçə oldu? 20. Qutardı. Doğru cavabı tapdıq ki 20 xal toplayacaq. Bu sualda bildiyimizə görə gəlirik qutarmır ki suallarımız qutarmır. 2022'də ikinci cəhddən bu sual. Ailənin 4 üzvünün cəmi 73 yaşı var. 7 ilə bundan əvvəl həmin tərkibdə onların cəmi neçə yaş var, cəmi neçə yaşları var idi. Deməli hazırda baxın 4 nəfərdə düzdür 1, 2, 3, 4. Bunların hamısının yaşları cəmi 73'dür. 4 dənə plus qoydum. Lap belə eləyək. 73. 73'ə bərabərdir. Düzdür? İndi bilirəm ki 7 il əvvəl bunun da yaşı 7 azalacaq. Bunun da, bunun da, bunun da. Yəni ümumi yaşlar 4 dənə 7 azalacaqsa 28 azalmış olacaq. O baxımdan 73'dən mən nə edəcəm? Sadəcə 28'e çıxacağam. Gəlib cavabı tapmış olacağım. Elə 3'dən 8'dən 13'dən 8 çıxanda 5 eləyir. Nə oldu? 45. Doğru cavabı tapmış olduq. Gəldik, keçdik bu suala. Bundan sonra bir dənə sualımız qalır. 2022 ilə də sürətli yekunlaşdırmış oluruq. Düstura görə A dəyişəni yalnız B və C dəyişənlərindən asılıdır. Deyir, yəni A, B ilə düz. Görürsünüz, buraya yazdım B. C ilə tərs mütənasibdir. C yazdım aşağıya. Bir A 700, C 10 olduqda.
A-ya yazıram 700. S 10 olduqda. S 10 olduqda. B 350-dirsə. Baxın, bura qədər saxlayıram. Və düşünürəm ki, bu necə ola bilər? Axı 350-ni 10-a böləndə 35 eləyir, 700 eləmir. Deməli, 35-in 700-ə çevrilməsi üçün B-nin yanında mütləq nə olmalıdır? Belə bir sabit ədəd olmalıdır. Yəni düstur mütləq necə olmalıdır? A bərabərdir B bölsə yox, 20B, yəni 20 vur B bölsə ki, həqiqətən də 700 olanda, S 10 olanda B-nin də 350 olmağa hamısı tamamilə doğruluq təşkil etsin. Deməli, bu suallarda nə edirsiniz? Əvvəlcə belə edirsiniz. Ədədləri yerinə yazandan sonra baxırsınız ki, bu bərabərliyin ödənməsi üçün burada nə çatışmır? 20-yə vurmaq çatışmır. Qutardı, düsturumuz formalaşdı. Gəlir indi bu düsturda əsasən deyir A 500 olarsa, S 20 olarsa, B-nin qiymətini tapın. Baxın, 20 vur B. Oldu bu formada. İndi bilirəm ki, bunlar da ixtisar gedəcək. B nəyə bərabər olacaq? 500-ə. Qutardı, getdi. D variantını tapmış olduq. Bu sualda xoşbəxt elədik. Gəldik növbəti gördüyümüz bu suala. Amma bu sual artıq 2023-cü ilin sualı deyə elə bunu sizə buraxaraq bu videoda sağollaşmış olum. Rəylərə cavabı yazın görüm. Həqiqətən hər şey qaydasındadırmı? Ümumiyyətlə bura qədər izləyib qurtarmısınızmı? 2022-ni bitirdik. 2023-də görüşərik. Uğurlar. Hələlik.